Salam aleykum. Nur surəsi 31-ci ayə. Mömin qadınlara de, gözlərini haramdan çəksinlər, namuslarını qorusunlar. Zahirən görünənlər istisna olmaqla zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə salsınlar. Gizli zinətlərini göstərmək üçün ayaqlarını yerə vurmasınlar. Ey möminlər, hamınız Allaha yönəlin ki, nicat tapasınız. Bu ayə qadını sıxmaq, məhdudlaşdırmaq və ya cəmiyyətdən geri çəkmək üçün deyil, onu qorumaq, dəyərini yüksəltmək və cəmiyyətdə iffəti bərqərar etmək üçün nazil edilmişdir. Quran insanı tanıyaraq hökm verir. Gözlərini haramdan çəksinlər və namuslarını qorusunlar. Allah ayəyə örtükdən əvvəl baxışla başlayır. Çünki günahın başlanğıcı çox vaxt baxışdır. İffət yalnız geyimlə deyil, qəlblə və niyyətlə bağlıdır. Bu ayə əvvəlki ayədə kişilərə verilən əmrə cavab olaraq gəlir. Yəni məsuliyyət təkcə qadının üzərinə qoyulmur. Zahirən görünən istisna olmaqla zinətlərini göstərməsinlər. Bu ifadə dinin asanlıq dini olduğunu göstərir. Zahirən görünən o deməkdir ki, gündəlik həyatda istər-istəməz görünən gizlədilməsi çətin və ya qeyri-mümkün olan hissələr günah sayılmır. Bu hissələrə üz, əllər, ayaqlar daxil edilmişdir. Bu insanın tanınması, alış-veriş etməsi, normal həyat yaşaması üçün zəruridir. Allah çətinlik istəmir, ölçü istəyir. Zinətlərini açmasınlar. Burada qadağan edilən diqqət çəkən, şəhvəti oyadan nümayiş məqsədli bəzəklərdir. İslam gözəlliyi qadağan etmir, amma onu ictimai həya ilə balanslaşdırır. Örtülərini yaxalarının üzərinə çəksinlər. Bu ayə çox mühüm bir həqiqəti göstərir. Qadınlar artıq başörtüyü istifadə edirdilər, amma boyun və sinə açıq qalırdı. Quran örtüyü ləğv etmir, düzgün istifadəsini öyrədir. Bu, ilahi tərbiyənin mərhələli və hikmətli üslubudur. Zinətləri bilinsin deyə ayaqlarını yerə vurmasınlar. Burada Allah davranışı da tənzimləyir. Çünki gizli bəzəyə hərəkətlə nümayiş etdirmək, diqqət çəkmək, niyyəti də iffədə ziddir. Deməli, örtünmə yalnız parça deyil, niyyət, davranış, həyadır. Ey möminlər, hamınız Allaha yönəlin ki, nicat tapasınız. Ayə yalnız qadınlara xitabla bitmir. Allah kişini, qadını, bütün möminləri birlikdə çağırır. Bu o deməkdir ki, din qınamaq üçün deyil, nicata aparmaq üçündür. Bu ayə bizə öyrədir ki, İslam qadını gizlətmir, qoruyur. Örtünmə cəza deyil, şərəfdir. Həya insanın dəyərini azaltmaz, artırar. Allahın hər əmri insanın xeyrinədir. Din məcburiyyət deyil, hidayətdir. Allah gözəlliyi deyil, fitnəni qadağan edir. Allah ən doğrusunu bilir.